Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Açıq Qapı Günü keçirilib. Tədbir zamanı mərkəzin müxtəlif ixtisasları üzrə təhsil alan tələbələrin hazırladıqları əl işləri, layihələr və praktiki nümunələr nümayiş etdirilib. Açıq Qapı Günü demək olar ki, peşə təhsil müəssisələrinin hər birində artıq bir ənənə halına çevrilib. Bəli, əsas məqsədlərdən biri də müəssisədə tədris olunan ixtisasları təqdim etmək və eyni zamanda peşə təhsilində olan imkanlardan tələbələrin, şagirdlərin yararlanmasıdır. Qəbul prosesi 9 illik və 11 illik təhsil bazasından, tədris bazasından həyata keçirilir və infoturlar da təşkil olunur ki, hansı ki, bugün buraya müxtəlif Nizami rayonunun müxtəlif məktəblərinin, mütəssil məktəblərinin şagirdlər gələcəklər və onlar müəssisədə tədris olunan ixtisasları görəcəklər və düşünürük ki, çox faydalı olur və təcrübəmə görə, bəli, illərlə keçirilən açıq qapı tədbirlərində təqdim olunanlar tələbələrimizin karyera seçimlərinə daha uğurlu olması üçün fayda verir. Tədbir çərçivəsində musiqi nömrələri səsləndirilib, tələbələr tərəfindən müxtəlif rəqs kompozisiyaları nümayiş olunub. Açıq Qapı Günündə bir neçə ümumtəhsil məktəbindən ümumilikdə 60 şagird və müəllim heyəti iştirak edib. Bəli, aşpazlıqla maraqlanıram, həvəsim var, böyük həvəsim var. Və bura gəlişimin səbəbi də o ki, daha da yaxından tanış olum. Sentyabr ayından bəri burada təhsil alıram. Abilimpiyasıyam. Azərbaycan Respublikasının ilk aşpaz Abilimpiya çempionu olmuşam. Birinci, ikinci, üçüncü yerlər mükafatçısı olmuşam. Fransada Azərbaycan təmsilçisi olmuşam və burada biliklərimi artırmaq üçün yenidən oxumağa gəlmişəm. Mən geyimci dizaynerdə oxuyuram, peşədə, liseydə. Təbii ki də mən çox şey öyrənmişəm. Məsələn, üstümdəki paltar geyim mənim tikmişəm. Burada hər 5-ci gün bizdə praktika olur. Hələ ki, bütün yeməkləri, milli yeməkləri öyrənirik. Avropada keçirik inşallah. Hədəfim inşallah ki, Azərbaycan mətbəxini təmiz öyrənib Almaniyaya Azərbaycan mətbəxi açmaq üçün. Xəyalım odur. Qeyd edək ki, tədbirdə bir sıra rəsmi qonaqlar, valideynlər və tərəfdaş qurumların nümayəndələri də iştirak ediblər.